Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda tez bir vaxtda hazırlayıb pişirə biləcəyiniz asan bir piroq reseptini sizinlə paylaşıram. Umaclı, şokoladlı, meyvəli, çay süfrəsinə yaraşan çox dadlı bir piroqdur. Hazırlanması da çox vaxt aparmır. İlk hazırlayan xanımlar belə bu reseptlə fərqli meyvələrlə bu piroqdan hazırlaya bilər. İndi keçək piroqun hazırlanma qaydasına. Əvvəlcə içliyi hazırlayıram. İçlik üçün alma götürmüşəm. Yaşıl, qırmızı fərqi yoxdur. Qabığını soyandan sonra videoda göstərdiyim kimi süzgəcin iri gözündən keçirdirəm. Almaların hamısını süzgəcin iri gözündən keçirdəndən sonra bişirəcəyim tavaya tökürəm. Almaların bir hissəsi turşa şirin olduğu üçün mən 3 yemək qaşığı şəkər tozu əlavə edirəm, amma sizdə almalar şirin olarsa elə 1 xörək qaşığı da bəs eləyər. Çay qaşığının 1/3 qədər də darçın əlavə edəndən sonra tavanı qazın üstünə qoyub almaları bişirirəm. Ara sıra qarışdırıram. Qarışdırdıqca şəkər tozu da əriyir, almalar da şirəsini salır. Almaların şirəsi tam çəkiləndən sonra qazı söndürüb ocaqdan götürürəm, qoyuram, qalır içlik tam soyuyur. Bu arada içlik soyuyana qədər piroqun xəmirini hazırlayıram. Piroqun xəmiri üçün əvvəlcə umaç hazırlayıram. Bunun üçün ərzaq qabında 200 ml stəkanla 4 stəkan un götürmüşəm. Un ələnmiş undur. Unun üzərinə az duz səpirəm. Soyuducunun buzluğundan çıxartdığım 200 qram kərə yağını una batırıb süzgəcin iri gözündən keçirdirəm. Yağ bitənə qədər bu qaydada una batıraraq süzgəcin iri gözündən keçirdirəm. İstəyə görə kərə yağını margarinlə də əvəz eləyə bilərsiniz. Unla yağı əlimlə ovuşdurub umaç halına gətirirəm. Hazırladığım umacın üzərinə 200 ml stəkanla 1 stəkan yarım da şəkər tozu əlavə edirəm. 1 paket 5 qram şəkərli vanil. Bu ərzaqları da umacdan bir yerdə əlimlə biraz ovuşdururam. Hazırladığım umacdan sonda piroqun üzərinə əlavə eləmək üçün 3 xörək qaşığı ayrı başqa bir qaba tökürəm. Qoyuram bir kənara. Umacın ortasında əlimdən biraz oyu qaçandan sonra götürdüyüm otaq temperaturunda olan 300 qram xamanı əlavə edirəm. Piroqun daha yaxşı qabarması üçün xamanın üzərinə çay qaşığının 1/3 qədər soda əlavə edib qarışdırıram. Sodanı sevməyənlər sodanı yarım çay qaşığı qabartma tozu ilə də əvəz eləyə bilər. 2 ədəd sındırdığım yumurtanı əlavə edirəm. 1 paket 10 qram da qabartma tozu. Əvvəlcə yumurtalar yaxşı qarışsın deyə çəngəllə biraz, xama ilə bir yerdə biraz qarışdırıram. Artıq qarışdırmaq çətin olduqda qaşıqla qarışdırıram. Yumuşaq bir xəmir olmalıdır. İstəyə görə əllə də yoğurmaq olar, amma xəmir çox yapışqan olduğu üçün əllə yoğurmaq biraz çətindir. Ona görə elə qaşıqla yoğurmaq daha yaxşıdır. Götürdüyüm un bu ölçüyə bəs elədi. Əlavə un istifadə eləmədim. Amma videolarımda həmişə qeyd edirəm. Onun çəkisi növünə görə, yumurtanın ölçüsünə görə dəyişə bilər. Az ya da çox ola bilər. Belə gördüyünüz kimi yapışqan, qatı bir xəmir alınır. Piroqu bişirəcəyim formanın içinə bitki yağı töymüşəm. Fırça ilə formanın için yan hissələrinə yağ çəkirəm. İstifadə elədiyim forma yapışqan olmadığı üçün mən yağlı kağız sərmirəm. Əgər sizdə formanın dibi yapışandısa, onda yağlı kağız sərsəniz daha yaxşı olar. Yoğurduğum xəmirin hamısını formaya boşaldıram. Ara sıra spatulanı bitki yağına batırıb xəmiri formanın içinə yayıram. Yağa batıranda çox rahatlıqla xəmiri formanın içinə yaymaq olur, yapışmır.
Her yerine eyni gələcək şəkildə yayandan sonra videoda göstərdiyim kimi xəmirin üstündə spatula ilə biraz kəskilər atıram. Bu qaydada hazırlayandan sonra ayırmış olduğum umacın bir hissəsini xəmirin üstündən səpirəm. Hər yerinə umac səpirəm. İçliyim demək olar ki, tamam soyuyub. Hazırladığım içlikdən bir çay qaşığı qədər xəmirin üstündən düzürəm. Videoda göstərdiyim kimi almalı içlikdən qaşıqla xəmirin üstündən yan-yana düzürəm. Piroq üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Tam içliyi xəmirin üstünə yaymıram. Arada biraz boşluq qoyuram. Piroq bişəndə xəmir çox yaxşı qabarır. Çox gözəl piroq alınır. İçliyin hamısını bu qaydada xəmirin üstünə düzəndən sonra qalan umacı içliyin üstündən səpirəm. Bu qaydada hazırlayıram. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 40-45 dəqiqə bişirirəm. Piroq artıq bişib sobadan çıxartmışam. Çox yaxşı qabarıb, çox gözəl piroq alınıb. Qoyuram qalır, tam soyuyur. Soyuyandan sonra da formadan çox rahatlıqla çıxır, heç bir dağılma olmur. Piroqu bu qaydada bişirəndən sonra elə soyuyandan sonra kəsib çay süfrəsinə vermək olar, amma həm görünüşünün gözəl görünməsi üçün, həm də dadının daha fərqli olması üçün mən su buxarında əritdiyim şokoladdan piroqun üstünə gəzdirirəm. Hər yerinə əritdiyim şokoladdan əlavə eləyirəm. Şokolad da zövqə görədir, istəməyən əlavə etməyə də bilər. Piroqum artıq hazırdır. Bir yarım saat gözlətdikdən sonra artıq kəsib çay süfrəsinə vermək olar. Kəsək görək içərisi necə alınıb. Yumşaq, dadlı, umaclı, şokoladlı, çox gözəl bir piroq alınıb. Xəmiri bu qaydada hazırlayıb, istənilən fərqli içliklərlə də bu piroqu hazırlamaq olar. Meyvəli, kəsmikli. Öz zövqünüzə görə istədiyiniz içliklə belə gözəl piroq hazırlaya bilərsiniz. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.